Niyə bu qənaətə gəldin ki, Tuncay, Dəymə, qoy mikrofona həvəsli danış olsun, görək. həvəsli. Çox maraqlıdır. Nədə səs tembrindəmi, oxumağındamı ikinci manaf gəlir, yoxsa necə? Oxumaqda gəlir inşallah. Bir oxu görüm elə. Oxuyum da. Qoy, mən bir dənə söz deyim, sonra imkan olmayacaq. Deməli, Tuncay ilə mən təbii ki, tanıyırdım, efirdə sizdə də görmüşdüm. Çox maraqlı bir epizod var. Bizim dostumuz, qardaşımız Roma Dağıstanlı Mahmud Əfəndi dedi ki, bir yaxşı uşaq var, atabala biraz əzab-əziyyətli yollar keçiblər. İmkanlı olanda onlara məclisdir, dəstəkdir. Dedim ki, inşallah. Elə oldu ki, bir məclis oldu. O məclisə dəvət elədik, pulları gəldi. Məclis də Soyski məclisdir. Dostlarımla oturmuşuq özümüz üçün. Özümüzün. Özümüz yeyib içib oxuyuruq, eləyirik. Birdən buna söz verdim ki, oxusun, uşaqdır da buna pul versinlər. Nəsə, birinci özüm başladım, o birisi verdi, bu birisi verdi, bu birisi verdi. Gördüm, atası da kövrəlib. Birdən zarafata qayıtdım, dedim ki, dedim Tuncay, bu pulları nə edirsən, bir belə pul yoxsan? Dedim, mənim qardaşım var, xəstədir. Nə xəstəlikdir? Epilepsiya xəstəlikdir. Bu pulları ona yığıram. Elə bir dediyimə də peşman oldum. Bir anlıq mən səkin bundan mır tutmaq istəyirdim ki, belə pis oldum ki, dedi, bunu bunlara yığıram, bunu